Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkib. Videoda iki daşın arasında sıxışıb qalan körpə pişiyin xilas edilməsi əks olunub. Kadrlardan görünür ki, ətrafdakı şəxslər pişiyi zərər görmədən çıxarmaq üçün böyük ehtiyatla hərəkət edirlər. Həmin görüntüləri təqdim edirik. Bunun üstünde söküm. Biraz. Ayda pişik burada kal be. İki tane arada. Can bu daşı, buradan bu daşı çıkartmalıyım. Gel ben onu götürüm elimden. Gel biraz telefonu dağıtayım. Bunu beləsə daş sıxılar. Onlarda gör nəsə var. Hay Allah. Ay ya. Şunlar var ya, sağ çıkıp. Sen demiştin de.